Bu qadın digər başqa bir fəhş məsələlərdən də məşhurdur. Yəni siz baxın, bunlar ömür boyu Peyğəmbərə qarşı döyüşdülər. Onların oğlu Muaviyə Həzrət Əli əleyhissalama qarşı düşmən kəsildi. İmam Həsənə qarşı düşmən kəsildi. Hər cür hiləyə yol atdı. Hər cür İslam şəraitini, İslamı zəiflətdi. Hər cür İslamı pis təbliğ elədi. Hər cür İslamı gözdən saldı. O da bitmədi, onun oğlu gəldi Yezid. İmam Hüseyni və ailəsini qətl elədi. Əsir götürdü. Məkkəni əsir götürdü. 3 il Məkkəni əsir etdi. Oradakı qadınların namusunu halal bildi, mübah bildi. O Məkkəni məncanaqla vurdu. Baxın, bunların hamısı nədir? Peyğəmbərin sözünə gəlir, qayıdır. Necə ki, Peyğəmbər buyurur, onlar lənətlənmiş bir nəsəbdilər və